Azərbaycanın qocaman universitetlərindən sayılan İqtisad Universiteti 95 illik yubileyini qeyd edir. Universitet Azərbaycanın təhsil sahəsində fundamental elm və təhsil mərkəzi kimi seçilir. İqtisad elminin dərindən tədris edildiyi bu mərkəzdə təhsil beynəlxalq sistemlə ayaqlaşır. Universitetdə bakalavr, magistr və doktorantura təhsil pillələri üzrə Azərbaycan, ingilis, rus və türk dillərində tədris aparılır. Təhsilin keyfiyyəti isə özünü reytinq cədvəllərində nümayiş etdirir. Universitetin yubileyi ilə əlaqədar UNEK-in 95 illik inkişaf yolu və gələcək hədəflər adlı yubiley tədbiri keçirilib. Tədbirin açılışında ümummilli lider Heydər Əliyevin İqtisad Universitetinin 70 illik yubileyindəki çıxışı dinlənilib. Açılış nitqi ilə çıxış edən rektor Professor Ədalət Muradov UNEK kollektivini, məzunlarını yubiley münasibəti ilə təbrik edib. İqtisad Universitetinin zəngin və şərəfli tarix yolu keçdiyini deyən rektor, bu ali təhsil müəssisəsinin ölkədə köklü dəyişikliyə məruz qalan yeganə universitet olduğunu bildirib. Buna baxmayaraq, UNEK-in hər zaman Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiqlik nümayiş etdirdiyini diqqətə çatdırıb. Rektor aparılan uğurlu islahatlar nəticəsində UNEK-in regionda rəqəmsal universitet modelini yerinə yetirən ilk ali təhsil müəssisəsi olduğunu diqqətə çatdırıb. O, UNEK-in süni intellektin tədris prosesinə, elmi tədqiqatların təşkili işinə inteqrasiyası üzərində xarici mütəxəssislərlə birgə layihə reallaşdırıldığını qeyd edib. 95 illik yubileyin Ulu Öndər Heydər Əliyevin 23 il öncə İqtisad Universitetinin 70 illik yubileyində qarşıya qoyduğu vəzifələrin, eyni zamanda ölkə başçısı İlham Əliyev tərəfindən ona verilmiş tapşırığın icrası ilə bağlı hesabat günü olduğunu qeyd edib. Bugün səhər QS Qlobal Dünya Universitetləri öz reytingini açıqladı. Azərbaycan Dövlət İqtisad Universiteti dünyanın 801-850 ən yaxşı universitetlər sırasına daxil oldu. Mən buradan universitetimizin 95-ci il dönümündə Cənab Prezidentə hesabat verərək deyirəm, Cənab Prezident, Azərbaycan Dövlət İqtisad Universitetinə verdiyiniz tapşırıq şərəflə yerinə yetirildi. Yubiley tədbirində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, UNEK-in 95 il ərzində ağır yollardan keçməsinə baxmayaraq hazırda müasir tələblərə cavab verən dünyəvi universitet modeli qurduğunu deyib. O, UNEK-in ölkənin əsas elmi mərkəzlərindən biri funksiyasını layiqincə yerinə yetirdiyini, eyni zamanda ölkədə əmək bazarını istiqamətləndirən mərkəzinə çevrildiyini, UNEK-in müasir dövrün çağırışlarına uyğun kadrlar yetişdirdiyini diqqətə çatdırıb. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İskəndərov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, akademik Ziyad Səmədzadə yubiley münasibəti ilə universitetin kollektivini təbrik edib, bu ali təhsil müəssisəsinin ölkəyə qazandırdığı töhfələrdən danışıblar. Sonra rektor Ədalət Muradov UNEK-in son 10 ildə elm, tədris, təhsil, beynəlxalq əlaqələr və digər sahələrdə əldə etdiyi uğurlar barədə təqdimatla çıxış edib. Tədbir bədii hissə ilə yekunlaşıb.